Ferrari Prius kimi maşın çıxartdı. Ferrari yeni Luce modelini göstərdi və cəmaət iki yerə bölündü. Bir qrup deyir ki, bu Ferrari tarixinin ən pis dizaynıdır. Digərləri deyir ki, yox, amma kişinin gələcəyin dizaynı elə budur. Maşına baxanda adamın doğrudan ağlına Ferrari gəlmir. Çünki indiyə qədər gördüyümüz o aqressiv, iti xətti, klassik Ferrari görüntüsü burada tam dəyişib. Bu dəfə maşın daha yumşaq xətləri, daha futuristikdir. Bəzi bucaqlardan doğrudan Prius'u xatırladır. Ki bu dizaynın arxasında kim olsa yaxşıdır? Apple'ın keçmiş baş dizayneri Jony Ive və bunu maşında hiss etmək olur. Minimalistik görünüş, təmiz xətlər, tam texnoloji bir abu-hava. Sanki Ferrari ilə Apple'ı qarışdırıblar. Amma texniki tərəfdə vəziyyət başqa səviyyədə. 1000 at gücündə çox güc, 0-dan 100-ə qədər 2,5 saniyə, 300-dən yuxarı maksimal sürət. Yəni performans olaraq bu hələ bildiyin Ferrari'dir. Amma əsas söhbət mühərrik deyil. Luce Ferrari tarixində bir neçə ilki gətirir. Bu Ferrari'nin ilk tam elektrik modelidir. İlk 4 qapılı, ilk 5 nəfərlik və bəlkə də ən fərqli Ferrari'dir. Ona görə də insanlar buna öyrəşməkdə çətinlik çəkir. İlk iPhone çıxanda da hamı deyir ki, bu nədir? Düyməsiz telefon olar, bu tutmayacaq. İndi isə bütün telefonlar ona oxşayır. Bəlkə Ferrari Luce də elə o tip məhsullardandır. Sizcə bu gələcəyin Ferrari'sidir, yoxsa Ferrari tarixinin ən böyük səhvi?